Sual 62. Bizə 3 dənə mübarək qab verib, qablarda dəmir, karbon və karbon oksid verir və bunları nə deyir? Deyir ki, ağzı açıq qablarda özdə oksid mühitində deyir bunları qızdırın. Ondan sonra görək bu bərk maddənin kütləsi zamanla asılı olaraq necə dəyişəcək? Birinci qabda gedən reaksiyanı yazıram. Dəmir var, üstünə gəlirəm oksigen, alınır nə? Alınır ferium 3O4 dəyərlər. Gəl bunu əmsallaşdıraq, buraya 3 ataq, buraya 2 ataq. Mən nə görürəm? Əvvəl reaksiyanın əvvəlində mən oksigeni nəzərə almıram. Bəlli bir bərk maddə var idi. Reaksiyanın sonunda daha böyük bir bərk maddə alındı. Baxın, oksijeni nəzərə almıram, çünki mənə deyir ki, bərk maddənin kütləsinin zamanla asılığı. Baxın, qrafiklər nə deyir? Bərk maddənin dəyişməsi. Hə? Onda nə edəcəm? Mən bərk maddənin kütləsinin zamanla asılı olaraq dəyişməsi söhbəti dediyinə görə, qrafikdə əvvəl bərk maddəm var idi, sonra o daha böyük bərk maddəyə çevrildi. Yəni, kütləsi artmış oldu. Bu birinci. İkinci qabda gedən reaksiyamız necə olacaq? Karbon üstünə gəlirim. Oksigen alınır buradan karbon qazı dəyərlər. Baxın, karbon özü bərk maddədir və karbon qazısa qaz halında maddədir. Qabımızda bəlli bir bərk maddə var idi. Amma sonra karbon qazı halına keçdi və uçub getdi. Qabda da bərk maddə qalmadı. Yəni qabdakı bərk maddənin kütləsi sıfıra düşdü. Bu da getdi. Üçüncü reaksiyamız nədir? Kuprum oksid bəlli bir bərk maddə idi. Üstünə gəlirim oksigen. Buradan heç nə alınmayacaq. Elə kuprum oksid şəklində çıxacaq. Niyə? Çünki kuprum oksid oksigenlə reaksiya daxil olmur. Hə, oksigenlə reaksiya daxil olmursa, deməli, bəlli bir bərk maddə var idi. Elə bərk maddə şəklində də qaldı. Yəni, dəyişmədi kütləsi. İndi gəlin uyğunluğa baxaq. Birinci qabda nə olmalıydı? Artmalıydı. O 1-ə uyğun gəlir. Bu birinci 1-ə uyğun gəldi. Sonra ikinci qabda aşağıya düşməli idi. O da üçüncüyə uyğun gəlir. Baxın, bu oldu ikinci qabın reaksiyası. Sonra bir də üçüncü qabda da dəyişim olmamalıydı. Bu da ikinci qrafik hissəsinə uyğun gəlir. Sual 63. Bizə deməli kalium xlorat və kalium permanganatın parçalanmasını verib və hər ikisi üçün ortaq olan bir X maddəsi alınıb. Dəyərli dostlar, hər ikisi üçün ortaq olan X maddəsi oksigendir. Bu reaksiyanın hər ikisini, yəni kalium xlor O3 parçalanır, alınır kalium xlor üstəgəlim O2. Kalium permanganat da parçalanır, alınır kalium 2 mangan O4. Üstünə gəlir mangan O2, üstəgəlim O2. Qısası, hər ikisi reaksiyadan O2 alınır. İndi natriumdan O2-nin reaksiyasındansa alınacaq natrium 2O2, yəni natrium peroksid. Natrium peroksidin reaksiyasından da alınacaq nə? Alınacaq bir deməli natrium karbonat, bir də alınacaq oksigen. Baxın, X maddəmiz oksigen olduğuna görə, biz baxın, buradan onu tapmışdıq bayaqları. Onda Z maddəmizdə nədir? Natrium 2CO3-dür. Gəlin, variantlara baxaq. X maddəmiz oksigendir. X maddəmizin oksigen olduğu sıraları tapırıq. C yoxsa D variantı ikisinin arasında qaldıq. Y maddəmizdə natrium 2O2-dir. Bu hələ ki, hər ikisinə uyğun gəlir. Z maddəmizdə natrium 2CO3-dür və o da D variantına uyğun gəldi. Sual 64. Barium peroksid verib bizə dəyərlər. Barium peroksidin qatı sulfat turşunun reaksiyası bu ozonun laboratoriyada alınması reaksiyasıdır. Yəni X maddəmiz ozondur. Sonra ozonun da kalium yodid məhlulu ilə reaksiyasından nə alınacaq? Buradan alınacaq, əgər kalium OH özü veribsə, deməli yerdə nə qalacaq? Alınacaq oksigen, bir də alınacaq, deməli, yod alınacaq. Yəni bu reaksiyamızdan, bu maddələrdən biri oksigendir və biri də yoddur. Amma bilmirəm hansıdır. Və bizə nə deyir? Deyir ki, Z üstə gəlirəm, S reaksiya baş vermirsə, əgər Z-imiz oksigen olsaydı, oksigen küçüklə reaksiya daxil olardı. Deməli, Z-in oksigen ehtimalı yoxdur. Onda belə çıxır ki, Z-imiz yoddur. Onda avtomatik Y-imizdə nə imiş? Y-imizdə oksigen imiş. İndi gələk yerinə qoyaq. X-imizə ozon deyəcək. Yəni, bu variantlar getdilər. A yoxsa B variant arasında qalırıq. Y-imiz oksigendir, doğrudur. Z-imiz isə yoddur. Yəni, B variantında olduğu kimi. Sual 65. Bizə deməli, yenə də sxemlər verib gözəl göyçək. Sxemlərdə suyun üstünə X gəlib, Y gəlib. Hər ikisi üçün ortaq bir xüsusiyyət var. Hidrogen alınıbdır. Suyun üstünə kalsium oksid gəlsək, buradan hidrogenin alınması ehtimalı yoxdur. Oradan deməli, nə alınacaq? Alınacaq kalsium hidroksid. Yəni, hidrogen qazı ayrılmayacaq. Onun üçün B variantını ehtimalımızı çıxırıq sıradan. B variantı getdi. Bütün bunu çıxaq sıradan.
Sonra indi gələk növbəti məsələmizə. Həmçində Y-in əvəzinə də kalsium oksid olsaydı, yenə eyni dərd olacaqdı bizdə. Hidrogen çıxmamalı idi. Ona görə A variantı da getdi. Qalmışıq 3 variantın ümidinə. İndi gəlib baxaq dəyərlər. Fikir verin, əgər biz birinci C variantını gəlin incələyək. C variantında X-imiz əgər kalsium olsaydı, kalsium su ilə reaksiya daxil olacaqdı, kalsium hidroksidi alınacaqdı. Və bir dənə alınacaqdı, hidrogen alınacaqdı. Bu fikir doğrudur. Həmçinin digər reaksiyamızdan da deməli, kalsium hidridin də su ilə reaksiyasından kalsium hidroksid və su alınır. Uşaqlar, heç bir reaksiyadan kalsium oksid alına bilməz. Yəni, bu göstərilən reaksiyalardan kalsium oksid alına bilməz. Ona görə də D və Y variantları da getdilər. Çünki Z-in kalsium hidroksid olunması ehtimalı yoxdur. Kalsium əgər su ilə reaksiya daxil olursa, kalsium oksid vermir. Aktiv metallar su ilə reaksiya yerində qələvi və hidrogen alınır. Ona görə də bizim D və Y variantları da getdi. Düzgün cavabımız C variantıdır. Gəlin C variantı bir daha səliqəli şəkildə incələyək. Baxın, əgər X-imizin yerinə kalsium qoysaq, reaksiya belə gedəcək. H2O üstünə yarım kalsium. Bu reaksiyadan alınacaq kalsium hidroksid və hidrogen. Yəni hidrogenimiz var. Z-imizə deyəcəyik biz kalsium hidroksid. Tamam. İndi gəlin eyni şeyi eləyək. Suyun üstünə Y maddəmizi nə demişik? Kalsium hidroksid demişik. Yəni bu variantları qoy çıxım. Eyni şey eləyək. Kalsium H2. Bu reaksiyadan da eyni məhsul alınacaq. Kalsium OH2 və H2 alınacaq. Gördüyünüz kimi şərtimiz ödəndi. Sual 66. Bunu biraz balacalaşdıraq. Deməli, bizə nə deyir? Bizə bir qaz qarışığı veribdir. Qaz qarışığının ümumi mol miqdarı A-dır. Metanın buradakı mol miqdarı 25%-dir. Yəni, belə çıxır ki, A-nın 25%, yəni 1/4 A qədər bizə, 1/4 A mol bizə metan veribdir. Onda belə çıxır ki, 4/3 A molda, yəni yerdə qalan hissəsi, A-nın əgər 1/4 metanın payına düşürsə, yerdə qalan hissəsi də C3H8-in, yəni propanın payına düşəcək. İndi bizə nə deyir? Deyir ki, bu iki qarışığın kütləsi 37-dir. Baxaq, metanın emeri 16-dır. Yəni, 1/4 A vurulsun 16. Bu neçə eləyəcək? 4-dən 4 sayıdır. 4A qalacaq burada. Sonra aşağıda 4/3 A vurulsun. Propanın da emeri 44'dür. Vurulsun 44. Bu da bərabər eləyəcək. 44-dən 4 sayısı 11. 11-də 33. 33 A alınacaq. İndi bizə nə deyir? 33 A. Deyir ki, bunların ikisinin bir yerdə kütləsi 37 qramdır. Tamam, bu olsun 37. Yəni 4 A ilə 33 A-nı toplayırıq. Cəmi eləyir 37 qram. Onda deməli 4A üstünə gəlirəm 33A əgər 37-dirsə, belə çıxır ki, 37 A bərabər 37, A da bərabər 1-ə. Qısası mənim burada deməli, əgər A1-dirsə, 1/4-ə qədər karbon, daha doğrusu metan qazın varımı idisə, belə çıxır ki, 0,25 mol mənim əlimdə metan qazı var imiş. Həmçinin A əgər 1-dirsə, 4/3, yəni 0,75 mol da nə varımız imiş? Propan qazı varımız imiş. İndi gəlin bunları yandıraq. Çünki mənə nə deyir? Qarışığın tam yanmasına sərf olunan oksigenin mol miqdarını tapın. Dəyərlər. Birinci maddəmiz, yəni metanımız yananda nə alınır? CH4 üzərinə yarım oksigen alınır. CO2 üstünə yarım H2O. Ki biz bunu gəlin əmsallaşdıraq. Biz bunu əmsallaşdıranda nə edəcəyik? Bura 2 atacaq, bura 2 atacaq və mən nə görürəm? Hər dəfə 1 moldan 2 mol oksigen lazım olur bizə. Əgər 0,25 mol metan varımızsa, nə qədər bizə lazımdır? X qədər lazımdır. X da buradan bərabər olacaq 0,5 mol oksigen. Birinci reaksiyamızdan mənə 0,5 mol oksigen lazımmış. Gəlin ikinci reaksiyamızı yazaq. C3H8 üzərinə gəlirəm oksigen. Alınır buradan karbon qazı. Alınır buradan su. Ki biz bunu əmsallaşdıranda bura 3 atacaq, bura 4 atacaq, bura 5 atacaq. Bitdi məsələ. Yəni mən görürüm ki, hər dəfə 1 mol propandan propana 5 mol oksigen lazımdır yandırmaq üçün. Və görəsən mənim harazda propanım nə qədər idi? 0,75 mol idi. Buna nə qədər oksigen lazımdır? Allah bilir. Buna bir Y deyək. Y də buradan bərabər olacaq. 5-i biz vuracağıq. Nəyə? 0,75-ə. Yəni 5 vurulsun 0,75. Qısası bu qədər oksigen. Qısası bu iki ədəddə biz toplayacağıq. Yəni ümumi oksigeni tapmaq istəyirsə bu iki ədədi toplayacaq. Bu iki ədədi toplayanda da eləyəcək 4,25, yəni B variantı. Sual 67.
bizə qəşəng bir sxem falan veribdir. Hansı hallarda maddələr arasında reaksiya baş verir? Dəyərlər hidrogen xlorun reaksiya daxil olub H-xlor əmələ gətirəcək. Reaksiya baş verəcək. Amma hidrogen, alüminium və fosforla reaksiya daxil olmayacaq. Ona görə 2 və 3 getdi. Sonra gəlir oksigen. Oksigen xlorun reaksiya daxil olmur. 4 getdi. Oksigen alüminiumla və fosforla reaksiya daxil olacaq. Alüminiumla reaksiya daxil olacaqsa alüminium 2O3, fosforla reaksiya daxil olacaqsa P2O5 əmələ gətirəcək. Qısası baş verən reaksiyalar 1, 5 və 6 oldu. Sual 68. Bizə bir sxem verilmiş. Maddələr deməli oksigen və hidrogendir. Həmçinin alüminium, flor və silisiumdur. Hansı hallarda maddələr arasında reaksiya baş verməz deyir bizə. Oksigen alüminiumla reaksiya daxil olur. Amma halogenlərlə, alüminium və kükürlə reaksiya daxil olacaq. Halogenlərlə reaksiya daxil olmayacaq deyə, baxın, alüminium, florla reaksiya girməz. Yəni 2-ni götürəcəm. Sonra hidrogen, silisium və fosforla reaksiya daxil olmur metallardan, daha doğrusu qeyri-metallardan. Silisium və fosforla reaksiya daxil olmur. 6 reaksiyası baş verməyəcək. Həmçinin alüminiumla da reaksiya daxil olmayacaq. Hidrogen ancaq qiymətli, daha doğrusu ancaq aktiv metallarla və maqneziumla reaksiya daxil olur. Yəni alüminium reaksiya daxil olmayacaq. Ona görə düzgün cavabımız 2, 4 və 6 oldu. Sual 69. Hansı çevrilmə birbaşa mümkündür? Hidrogen alüminiumla reaksiya daxil olmur deyə, alüminium üstə gəlib hidrogen alınsın, alüminium H3, belə şey mümkün deyil. Bu getdi. Hidrogen silisiumla da birbaşa reaksiya daxil olmur deyə, hidrogen üstə gəlib silisium alınsın, silisium H4, bu reaksiya da mümkün deyil. Amma hidrogen kükürlə reaksiya daxil olur deyə, hidrogen üstə gəlib kükür alınır H2, bu mümkündür. 3-ü götürəcəm. Gələk 4-cüyə. Deməli, oksigen halogenlərlə reaksiya daxil olmur deyə, oksigen üstə gəlib xlor 2 alınsın, xlor 2O7, belə hal mümkün deyil. Bunu götürə bilmərik. Oksigen üstə gəlib fosfor alınır P2O5 mümkündür deyə, 5-ci reaksiya mümkündür. 6-cı reaksiyamızda oksigen natriumla reaksiya daxil olur, amma natrium peroksid əmələ gətirir. Buradasa natrium oksid əmələ gəlib. Ona görə bu reaksiya da mümkün deyil. Düzgün cavabımız olacaq 3 və 5. Sual 70. Agronom istixanada bitkilər üçün ideal şərait yaratmaq üçün karbon qazının miqdarını tənzimləməyə çalışdı. Məlumdur ki, gündüzlər fotosintez prosesi baş verdiyi üçün yaşıl bitkilər karbon qazını udaraq oksigen buraxır və karbohidratlar əmələ gətirir. Daha doğrusu gecə vaxtı isə fotosintez baş vermədiyi üçün karbon qazının miqdarı artır, oksigen azalır. Doğru münasibəti müəyyən edin. Birinci sualımız. Bu bir vedralıq bir məsələdə sualımız nə deyir? Birinci sualımız deyir ki, fotosintez prosesi zamanı qapalı mühitdə təzyiqin dəyişməsi baş vermir. Dəyərlər, bu doğru fikirdir, qəşəng fikirdir. Niyə? Fotosintezin reaksiyasını yazacaq. Karbon qazı üzərinə gəlirəm, su, buradan alınacaq oksigen qazı, üstünə gəlirəm C6H12O6. Dəyərlər, bir şey qəbul edək ki, otağın təzyiqini qazlar dəyişəcək. Mayelər, bərk maddələr yox, qazlar dəyişəcək. Və bunu əmsallaşdırılır. Bura 6, bura 6, bura 6 atacaq. Və qazlar karbon qazıdır. Bir də oksigen qazıdır. Məsələn, bu gördüyünüz bərk maddədir, bu da həmçinin mayedir. Bunlara, yəni, bərk maddələr, mayelər söhbətə daxil eləməyəcək. Ancaq qazlardan danışacaq. Əgər reaksiya daxil olan qaz da altımı oldu, reaksiyadan alınan qaz da altımı olursa, burada təzyiq dəyişməsi baş verməyəcək. Ona görə birinci fikir doğrudur. İkinci fikrimiz, karbon qazının qapalı mühitdə miqdarını azaltmaq üçün agronom istixanada gecə lampaları quraşdıracaq. Bu da doğru fikirdir. Niyə? Çünki axı işıqda bu proses, fotosintez prosesi baş verir. İşıqda bu proses baş verirsə, biz gecə lampaları qoşmaqla süni bir işıqlanma yaratmış oluruq. Nə qədər işıq çox olarsa, fotosintez o qədər sürətlə gedəcək. Yəni nə olacaq? Karbon qazı o qədər azalacaq, oksigen qazı o qədər çoxalacaq. Yəni reaksiya girən maddələr azalacaq, karbon qazı reaksiya girən maddələrdir. Ona görə karbon qazının kütləsi lampa yandıqca azalmağa başlayacaq. Üçüncü fikirdə nə deyir? 56 litr deyir, karbon qazının udulması zamanı 112 litr oksigen qazısı alınır, yalan fikirdir. Baxın, karbonla oksigenin mol miqdarları eynidir. Yəni bunların həcmləri də eyni olacaq. Yəni nə demək istəyirəm? Neçə mol karbon qazı, neçə litr karbon qazı sərf olunubsa, o qədər litrdə oksigen qazı əmələ gələcək. Yəni üçüncü fikir yanlış fikirdir. Sual 71. Hansı mərhələdə oksigen ayrılmır? Birinci, natrium peroksidin karbon qazının reaksiyasından natrium 2 CO3 və oksigen alınacaq. Yəni birincidən alınacaq oksigen. Buradan bir oksigen qazı da çıxmalıdır. Oksigen alınır deyə bunu götürə bilmərəm. Çünki mənə deyir ayrılmır. Natrium karbonatın H-xlorun reaksiyasından alınacaq natrium xlor və alınacaq deməli H2CO3. Sonra o da parçalanacaq H2O-ya və CO2-yə. Qısası buradan oksigen çıxmayacaq. Yəni bu reaksiyadan alınan digər məhsullardır. Burada yazıram sizin üçün natrium xlor alınacaq.
Sonra bir də CO2 alınacaq. H2O alınacaq. H-florun, yəni buradan oksigen ayrılmadı. Yəni bunu götürəcəm. Çünki mənə deyir ayrılmır. H-florun, daha sonra H2O-nun florla reaksiyası, buna deyirlər su buxarının yanması reaksiyası. H-florla, H2O ilə florun reaksiyasında H-flor istəyirəm O2 alınacaq. Yəni bu reaksiyadan bir O2 qazı da çıxacaq deyə bunu mən götürə bilmərəm. H-florun silisiumla reaksiyasında silisium flor 4 istəyirəm O2 alınar, da H2 alınar. Yəni buradan hanı oksigen var mı bu reaksiyada ümumiyyətlə oksigen alınsın? Mümkün deyil. Ona görə düzgün cavabımız 2 və 4 olacaq.